İzmir. Bugünün tələbəsi sabahın həkimi kimi yetişməkdən ötürü bütün sınaqlara dözməlidir, elə morqda keçirilən dərslərin ağırlığına da. ATV Xəbər bugün belə bir dərsdə iştirak edib. Düzü tələbələr çox rahatı, qorxulu heç nə görmürük. Desə də üzlərindəki ifadə hələ peşəkar cərrah olmalarına çox vaxt qaldığını göstərirdi. Morq deyib çəkinməyin, o kadrları sizə göstərməyəcək, o müəyyən kadrları, ona görə rahatlıqla reportajı izləyin. Sadəcə dərsdir. 3 santim qalınlığındadır, hansı ki 1,5 santim olmalıdır. Anatomiya keçəndə birinci kursda artıq meyit görmüş olurlar, sonra gəlirlər bura. Buradakı meyitlər biraz daha fərqlidir, daha təzə olur, ona görə biraz daha emosional qarşılana bilir bəzən. Elə tələbə olur ki, özü deyir ki, yəni mən ürəyim götürməyəcək, baxmaq istəmirəm. Yəni onları da biraz hazırlaşdırıb sonra meyit müayinələrinə daxil edirik. Qızlardan daha çox yəni ürəyi götürməyənlər olur. Divarın ayrıca yəmini bir-birinə. Baxın, bu sol mərdədir. Düşdük, baxdıq. Deməli 14, 12, 8 santim. Hazırda gördüyünüz kimi biz Patoloji Anatomiya Bürosunda burada Tibb Universitetinin tələbələri dərs keçirirlər. Onları canlı insanları müayinə etməmişdən əvvəl ilk olaraq meyit üzərində müayinələr aparırlar. Müayinələr zamanı meyitin quruluş pozğunluqları tələbələrə öyrədilir. Bununla da ölüm səbəbi müəyyən edilir. Daha da meyit görmək üçün həvəslənmişdim. Ona görə qorxu hissiyatı olmadı. Daha da maraqla dərslərə qulaq asdım. İlk dəfə olaraq iyindən insan biraz yaxın dura bilmir, amma başqa maraqlı gəldi. Mən həyəcanlanmışdım, içəri girə bilməmişdim, qorxmuşdum. Biraz qıraqdan baxdım, sonra içəri daxil oldum, biraz baxandan sonra öyrəşdim. İlk vaxt tələbələrin bir çoxları bu dərsə girməkdə müəyyən çətinlik çəkdi, amma yaxşı həkim olmaq üçün bu mərhələni də keçmək onlar üçün vacibdir. Tibb Universitetinin bütün fakültələrinin tələbələri patoloji anatomiya dərsi keçirlər, farmakologiya fakültəsindən başqa. Yerdə qalan bütün fakültələr hamısı keçirlər və hamısı da bura dərsə gəlir, hamısı da meyit müayinəsində iştirak edirlər. Kərəm Ələsgərov, Ülviyə Zülfüqar, Atababa Vəliyev, ATV Xəbər.